inanclar və dəyərlərin olduğu yer Maslow piramidasında deyil, altılı dünya modeli dediyimiz bir modeldədir. O nə modeldir? Altılı dünya modelini Robert Diltz'in də Dil İllüziyaları kitabı var. Burada da öz əksini tapır. Orada da maraqlananlar oxuya bilərlər. Orada deyir ki, insanın həyatı 6 etaba bölür. Mühit, davranışlar, bacarıqlar və vərdişlər, inanclar və dəyərlər, kimlik, şəxsiyyət və ən sonunda da mənəviyyat. Deyir ki, yəni burada etap-etap bunlar formalaşır. Birinci mühit, yəni insan dünyaya gələndə müəyyən bir mühitdə dünyaya gözünü açır. Sonra bu mühitə adaptasiya ola bilməsi üçün müəyyən davranışlar sərgiləyir. Yəni deyək ki, bir qartal balası yumurtadan çıxandan sonra gözünü açdığı mühitə adaptasiya ola bilməsi üçün məsələn qanad çırpmağa başlayır. Tısbağa balası yumurtadan çıxanda başlayır yeriməyə.